Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve el-muveffigu vel-mu'in. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahu tebareke ve teala. Venkihul ayama minkum ve's-salihin min ibadikum ve imaikum. Allah Teala Kur'an'da buyurur: Cavanları evləndirin, sadə dildə deyək, cavanları evləndirin. Əmr Allahın əmridir. Sözə başlamazdan qabaq, öncə Məşədi Azər qardaşımız bugünkü gün toy günü münasibəti ilə təbrik eləyək. Toyun mübarək olsun qardaşım. Allah səni hər iki dünyada əziz eləsin. İkinci təbriki qardaşımın atası Arif əmi. Arif əmi, Allah bu toyu mübarək eləsin. Əziz olasınız və əzizlərimi salamlayıram. Öncə məclisdə olan dəyərli məddahlarımız, Allah onları hifz eləsin, vücudun bibəla eləsin. Bugünkü gün deyəcəyim söz qısa da olsa bundan ibarətdir. Əziz qardaşlar, əziz atalar, əziz möminlər, bu proqram ki, burada icra olunur, elə bir proqramdır mənəvi və səviyyəli. Hansı ki, Xudavənd Mütəalın iradəsinə tuş gəlir bu proqram, evlənmə proqramı, mənəvi və dəyərli bir proqram. Tək bəşəriyyət üçün yox, bütün aləm üçün önəmli olan bir proqram. Bütün aləm üçün, canlı, cansız, bütün aləmin yaşayışı üçün, bütün aləmin tədavümü üçün önəmli olan bir proqram. Tək bəşəriyyət üçün deyil bu proqram, səviyyəli bir proqram, gözəl, mənəvi, Allah bəyənən bir proqram. Cansız əşyalar, baxırsan, görürsən, yerin təkində bir dənə ünsür, başqa bir ünsürə qovuşub almas yaranır, əqiq yaranır, daşqaş yaranır, günəş torpağa qovuşur, buğda yaranır, su torpağa qovuşur, alma yaranır, heyva yaranır, nemətlər yaranır. Bunlar hamısı evlənmə proqramıdır. Bunlar hamısı Allahın müqəddəs proqramı olan evlənmə proqramıdır. Bu evlənmə proqramı elə bir proqramdır ki, əgər olmasa aləm olmaz. Əgər olmasa aləm olmaz. Günəşlə yerin qovuşmağı, su ilə, günəşlə okyanın, suyun qovuşmağı, buxarın yaranması, buludun yaranması, yağışın yaranması, bunlar hamısı evlənmə proqramı əsasındadır. Bəşəriyyətin evlənməsi bu mənəvi proqramın bir hissəsidir. Bir xırda hissəsidir. Aləmin tədavümü bax bu müqəddəs bir dənə evlənmə proqramına bağlıdır. Müqəddəs evlənmə proqramı. Həmin proqram bu günləri burada icra olunur, əlhəmdülillah, özdə Allah bəyənən şəkildə. Allah bəyənən şəkildə. Xudavənd Mütəal Qur'anda bir neçə ayə bu barədə buyurubdur. Allah Teala bu ayələri təbərrük ünvanı ilə burada qeyd eləyək. Xudavənd Mütəal buyurur ki: "Və min ayatihi en xalaqa lakum min anfusikum azvaca." Allahın nişanələrindəndir ki, sizin üçün özünüzdən bir dənə zövcə qərar versin və siz onun ətrafında sakitləşəsiz, aramış tapasız, istirabınız geçsin arada. Əlavə bir ayədə, söhbətimin əvvəlində vurğuladığım ayə "Vənkihul ayama minkum vəs-salihin min ibadikum və imaikum." Evlənin, evlənin, bəşəriyyətin tədavümü baş tutsun, insan olsun yer üzündə. Evlənin, bəşəriyyət davam tasın, müqəddəs proqramdır bu proqram. Və sözümün axırında xeyir-dua verməmişdən öncə burada cəm olan əzizlərə bir töhfə verək, bir dənə hədiyyə verək. Peyğəmbər sallallahu aleyhi və səlləmin təvəllüd günü bir neçə gün bundan qabaq idi. Həmin təvəllüd günü münasibəti ilə gözəldir bugünkü gündə Peyğəmbərdən bir dənə hədiyyə əziz möminlərə təqdim eləyək. Bugünkü günə münasib. Biz indi bura niyə cəm olmuşuq? Əsas məsələ budur ki, Məşədi Azər qardaşımıza ehtiram olaraq ətrafındayıq. Amma bunun arxasında bir əlavə hədəf var.
Çox böyük hədəfdir. Diqqət eləyək bu hədəfə. Yığışmağımızın əsas səbəbi həmin hədəfdir. Biz bilmirik. Bəzi vaxt qafil oluruq bu hədəfdən. Hədəf bundan ibarətdir. Mən bu Peyğəmbərdən nəql eləyəcəyim rəvayəti deyəndən sonra o hədəfi açıqlayayım. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, göyün rəhmət qapıları 4 vaxt açılar bəndələrin üzərinə. Başqa sözlə deyək, Allah Taala 4 vaxt rəhmət nəzəri ilə baxar bəndələrinə. Gözəl şəkildə baxar bəndələrinə. Həmin rəhmət nəzəri ilə baxanda bəndə gərək həmin fürsətdən istifadə eləsin, həmin fürsətdən istifadə eləyib dua eləsin, Allahdan nəsə istəsin. O 4 dənə yer burada mən qeyd eləyim. Ənin Nəbi sallallahu aleyhi və alihi və səlləm. Yuftah əbbabus səma bir rəhmə. Göyün rəhmət qapıları 4 vaxt bəndələrin üzünə açılar. Birinci, ində nuzulil mətar. Yağış yağanda. Yağış yağanda rəhmət qapıları açılar. Və ində nuzulil mətər və ində nəzərül vələdi fi vəchil valid. Vaxtı övlad öz atasının üzünə rəhmətlə baxan zaman göyün rəhmət qapıları açılar. Və üçüncüsü ində fəthul babil Kəbə, Kəbənin qapısı açılanda və sözümün canı olan dördüncüsü nikah zamanı, evlənmə zamanı. Vaxtı Allahın mənəvi proqramı icra oluna, Allah bəyənən tərzdə göyün rəhmət qapıları açılar. Allah rəhmət nəzəri ilə bəndələrinə baxar. İndi bəziləri xarab eləyirlər bu mənəvi fəzanı. Nə bilim, Allahın hökmlərini tapdamaqla, Allaha itaətsizliklə zay eləyirlər bu mənəvi fəzanı. Amma əlhəmdülillah bugünkü gün Məşədi Azər qardaşımın toy məclisi Allah bəyənən bir tərzədir. Çox şükür olsun və Allahın rəhmət qapıları, bax bugünkü gün bu toya görə Peyğəmbərin dediyinə əsasən açılıb üzümüzə. Nə etmək lazımdır əziz qardaşlar? Bax bu fürsətdən istifadə eləyək. Dediyim kimi, bura toplaşmağımızın da əsas səbəbi elə budur ki, rəhmət qapısı açılıb üzümüzə. Burada mən bir neçə dənə bu fürsətdən istifadə eləyim, dua eləyim, siz də amin deyin. Azər qardaşımızı dua eləyək. Bu rəhmət zamanı, bu göyün rəhmət qapıları açılan zaman bir neçə dənə dua eləyim, siz də amin deyin. Bax bu gözəl töhvəni Azər qardaşımız üçün burada eləyək. İlahi, səni and veririk izzət və əzəmətinə. İlahi, səni and veririk geniş olan rəhmətinə ki, bugünkü gün bax bu ilahi və mənəvi proqram vasitəsilə həmin göyün rəhmət qapıları bizim üzümüzə açılıb. Səni and veririk izzət və əzəmətə, Azər qardaşımızı xoşbəxt elə. İlahi, bu iki cavanı həm bu dünyada, həm axirət dünyasında xoşbəxt elə. İlahi, Fatimə-i Zəhra salamullah əleyhanı, Həzrəti Əli əleyhissalamın, bu iki dənə nazənin insanın, nazənin qəlbin, bu iki cavandan razı və xoşnud elə. Allahı and verir izzət əzəmətinə, Azər qardaşımızı, atasına, onu da Azərə çox görməsin inşallah. Bu toyu mübarək eləsin inşallah. Onları hər iki dünyada səadətmən və xoşbəxt eləsin inşallah. Və əssəlamu aleykum və rəhmətullahi.